Cəmi 4 ərzaqla ağızda əriyən xırçıltılı pendirli peçenyelər hazırlayırıq. İlk olaraq 200 qram Holland pendirini sürtkəcin xırda gözündən keçirdirik. Daha sonra üzərinə 150 qram soyuq kərə yağını da eyni qayda ilə sürtkəcin xırda gözündən keçirdirik. 200 qram unu ələyib əllərimizlə umaç halına gətiririk. Sonda da 1 ədəd yumurta sarısını əlavə edib bərk bir xəmir yoğururuq. Əgər yumurta sarısı xırdadırsa, o zaman 2 ədəd əlavə edin. Xəmirin ideal alınması üçün onu mütləq yarım saat soyuducuda saxlayırıq. Dincəlmiş xəmiri 5 mm qalınlığında yayıb peçenye formaları ilə kəsirik. Xəmirin qalıqlarını yığıb yenidən yayırıq və eyni qayda ilə peçenyelərimizi hazırlayırıq. Daha sonra soba listinə düzüb əvvəlcədən 180 dərəcəli isidilmiş sobada cəmi 15 dəqiqəyə bişiririk. Gördüyünüz kimi az ərzaqla möhtəşəm bir nəticə alındı. Ağızda əriyən çox ləzzətli, xırçıltılı bir peçenyelər oldu. Mütləq siz də hazırlayın. Əgər resept xoşunuza gəldisə, videonu bəyənməyi və kanalıma da abunə olmağı unutmayın. Şərhlərdə suallarınızı gözləyirəm. Özünüzə yaxşı baxın, hələlik.